Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində qarşıda gördüyünüz, deməli 4 sot torpaqda bir böyük sal, eyni zamanda 2 otaq olan, bax belə bir həyət evi satılır. Qiyməti yerinə görə, bax o sözü mən həqiqətən bu sözü hal-hazırda evdə yerləşdiyimə görə deyirəm. Yerinə görə həqiqətən çox insaflı qiymətdir. Yəni 55.000 manatdır qiymətində. Mən bildiyimə görə mütləq razılaşma olmalıdır. İndi isə siz görürsünüz ki, kürsülüdür, 2 qat kubiklə hörülüb. Bax bu tərəfdə, deməli sol tərəfdə gördüyünüz ərazidir, zonadır. Burası hamamıdır. 1,5 tonluq su bakı var. Kombi sistemidir evdə. Bundan başqa 12 tonluq basenisi var. İndi mən sizə göstərəcəm. İndi isə mən sizə mətbəxini göstərirəm. Bax, mətbəx üçün 4-dədir. Mətbəx evdə qalacaq. Evdə, yəni evin polları ancaq taxtadır, möhkəm materialdır. İndi isə zala daxil oluram. Zalın uzunluğu 8, eni isə 4 metrdir. Otaqlar isə 4-ün 4-ə, 4-ün 5-ə. Yenidən mən sizə deməli zalını göstərirəm. Yenə təkrar edirəm. Deməli Seviş qəsəbəsinin çox əla bir yerdə yerləşir. Yəni Asan Xidmət tərəfdən gələndə qəsəbənin əvvəlində demək olar ki, asfalt yolun özündə bu sözü deyə bilmərəm. Çünki hardasa orada bir 50 metr Quruntavoydur. Maksimum 50 metr ancaq normal Quruntavoy yoludur. İndi isə mən sizə deməli otaqlardan birini göstərirəm. Dediyim kimi otaqlar 4-ün 4-ə, 4-ün 5-ə mənə bu cür məlumat verilib. Bax bu evlərin otaqlarının altı badvaldır. İndi onlarda mən sizə göstərəcəm. Çox yaxınlıqdan təxminən 50-60 metrlikdə bu maksimum ola bilər. Deməli 20A və 11 nömrəli marşrutlar işləyir. İndi isə deməli mən sizə evin İkinci otağını göstərirəm. Yəni həyət evinin ikinci otağını gördünüz. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır qiymətində. Mən bildiyimə görə mütləq razılaşma olmalıdır bir balaca. Yenidən mən sizə deməli zalını göstərim. Zalın uzunluğu 8, eni isə 4 metrdir. İndi isə bağçasına çıxıram. Yəni bax bu həyət evinin aşağı tərəfində bildiyiniz kimi 21 nömrəli orta məktəb yerləşir. İndi isə mən deməli badvalına və məhəlləsinə çıxıram, bağçasına. Bax bağçasında təxminən hardasa 7-8 ağac növ var, böyükdür, 4 sotdur. Qarşıda deməli 12 tonluq basenisini görmək mümkündür. Yenidən mən sizə məhəlləsini göstərim. Bax burası deməli badvalıdır. Bax badvalı hal-hazırda bax burada 4-ün 4-dədir. Burada da böyük bir badvalı var. Alt hissədən də evin deməli polunu görmək mümkündür. Yəni hansı vəziyyətdə olmağını demək istədim. Yenidən ölçüsünə görə böyük badvalı göstərdim. Burası 4-ün 4-dədir. Qarşıda da bax belə yarım deməli qazılmış belə bir badvalçıq var. Gördüyünüz kimi yenə təkrar edirəm. Deməli 4 tərəfdən kubiklə hörülüb. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Sənədi ilkin sənəddir, arxiv arayışı var. Bildiyiniz kimi ilkin sənəd ilə ancaq etibarnamə yolu ilə satılır. İndi isə mən sizə deməli evin xarici görünüşünü göstərirəm. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.